Tariximizin ən şanlı səhifələrindən biri 18 oktyabr. Bugün Azərbaycan xalqı azadlığına, müstəqilliyinə yenidən qovuşdu. Əsrlərlə həsrət qaldığımız bayrağımız bir daha ucaldı. Millətimizin səsi susmadı, vətən sevgisi boğulmadı. Müstəqillik sadəcə bir söz deyil. O, şəhidlərin qanı ilə yazılmış müqəddəs dəyərdir. O, məktəbli uşağın əlindəki bayraq, sərhəddə duran əsgərin mərd baxışıdır. Heydər Əliyev demişdi, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. Əsrlərlə gözlənilən azadlıq 1991-ci ilin 18 oktyabrında gerçək olur. Bu torpaq, bu bayraq, bu xalq azad yaşamağa layiqdir. Azərbaycan müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Müstəqillik verilmir, qazanılır və qorunur. 18 oktyabr müstəqilliyimiz qürurumuzdur. Biz birlikdə güclüyük. Biz azadlığımızı qanla qazandıq, qürurla yaşadıq. Bayraq bir millətin şərəfidir. Dalğalanırsa yaşayırıq. Torpaq uğrunda ölən varsa vətəndir. Bayrağımız göydədirsə başımız dikdir. Biz azadlığımızı tarixdən güc alaraq qoruyuruq.